Yeni iş imkanları, yeni inkişaf mərhələsi. Məşğulluq bələdçisində xoş gördük. Bu dəfə də sizə yaxşı bir xəbərim var. Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra elədiyi məşğulluğa dəstək layihəsi çərçivəsində sosial cəhətdən həssas şəxslər üçün əlavə iş imkanlarının yaradılması pilot layihəsinə başlayır. Layihə işsiz və iş axtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, məşğulluğa dəstək layihəsi çərçivəsində özünü məşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf elətdirmələrinə dəstək məqsədi daşıyır. Layihə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə eləyir. Bəs layihəyə kimlər müraciət edə bilər? Əgər siz özünü məşğulluq proqramı çərçivəsində qurduğunuz təsərrüfatı son bir il ərzində aktiv saxlamısınızsa, vergi və digər sosial icbari ödənişlər üzrə öhdəlikləriniz yoxdursa, bu fürsət məhz sizin üçündür. Seçiləcək 50 benefisiarın işə götürəcəyi şəxslərin maaş və digər sosial ödənişlərinin İlk 3 ay 100%, növbəti 3 ayda isə 50% məşğulluğa dəstək layihəsi tərəfindən qarşılanacaq. İş imkanlarını artırmaq, biznesini böyütmək və yeni mərhələyə qədəm qoymaq istəyirsinizsə, elə indi müraciət edin. Müraciət üçün isə ekranda gördüyünüz bölmədəki linkdən qeydiyyatdan keçə bilərsiniz. Son müraciət tarixi 24 oktyabrdır. Uğurlar!